sen, incidir yağış, sərdən yağır, dolu yağır. Deyirlər havanın yaxşısı pisi olmaz. Allahın verdiyi payı mühakimə etməzlər. Şükür oxuyub olduğu kimi qəbul edərlər. Hər bir insanın borcu təbiətin bəxş etdiyi sürprizlərə uyğunlaşmaq, ona gətirə biləcək ziyanı minimuma endirməkdir. Lakin Gəncədə bu prinsiplə yaşamaq olduqca çətindir. Çünki avtomobillərdən sıçrayan, çirkab sulara batmış şəhər sakininin yağmurlu havaya yaxşı deməyə dili gəlmir. Maşına gelenler üstünüz batır bakın da. Üstünüz şunlar ya, elinde tırpmışım. Biraz ellesinler ki burası düzenli olsun. Biz yoldan keçəndə yağış yağanda üstümüz başımız batır. Su üstümüzə sıçrayır, bu da bizim üçün problem yaradır. Ay oğul, bak bu maşınların eline bu taraftan geçmek mümkün değil. Ta üstümüz başımız ta su olur. Bak görürsünüz göl məsələləri yani keçəndə adamın üstü başı yaman yana qoyur. O maşınların hərəkəti zamanı yoldan keçmək mümkün deyil. Mən əvvəldən burada yaşayıram, elə gözümü açandan buranı belə göl görmüşəm. Bura dəniz deyirik biz. Eşitdiyiniz kimi piyadaların əsas narazılığı sürücülərdəndir. Sükan arxasına oturan hər bir şəxs vəsiqə almaq üçün imtahan verəndə suallardan biri sürücülük etikasından olur. Çünki hər sürücünün peşəkarlıq səviyyəsində asılı olmayaraq etik normalara riayət etmək borcudur. Sürücü ehtiyatlı olmalıdır da, ancaq baxmalıdır ki, piyada nəfəri keçir yolu, hardan keçir, keçiddən mi keçir, elə-belə mi keçir? Mən istəyərdim ki, qardaş, yollarımız gənə həmənki kimi sağ olsun, asfaltda qırıqlıq olmasın, düz yol olsun, sürücülər də, yol keçən piyadalar da islanmasınlar heç vaxtı. Görək bu su kanalizasiyaları bu yoldakı işləyək ki, su çıxsın, geçsin ki, cəmaatın piyadanın da üstüsü olmasın da. Qədər yama var ki, çəksən o tərəfə, bu tərəfə, sağa sola görürsən, qaçmaq mümkün deyil. Siqnal da versən, hətta piyadalar maşın saymırlar. İndi kimə inanasan? Piyadalara yoxsa sürücülərə? Hansının haqlı olduğu sual altındadır. Şübhə doğurmayan bir fakt var. Qarşılıqlı hörmət olmayan yerdə adi bir yağış cəmaatı biri-birindən incik salır. Vüsal Məmmədov, Mir Yunis Seyidzadə, Xəbər Plus. Yağış yağır, yağış yağır,